Salam, hər vaxtınız xeyir olsun. Bu günləri sizinlə bir videoda 2 piroqun hazırlanmasını paylaşıram. İlk öncə qıymalı hazırlamışdım, daha sonra lavaşdan göyərtiyini hazırlamışam. Kəşfətdən gələnlər kanalıma mütləq abunə olun. Hər gün yeni reseptlər paylaşıram. Səhifəmdə gözəl şirniyyatlar, yeməklər var. Mütləq izləyin. İndi keçək hazırlanma qaydasına. 4 stəkan unu qaba əlavə edirəm. Daha sonra 200 qram çərə yağını üzərinə əlavə edib əlimlə ovaraq umac hazırlayıram. Hazırladığım umacın üzərinə 1 ədəd yumurta, 200 qram xamar, 1 paçka kabartma tozu, 1 çay qaşığı duz əlavə edib xəmir yoğururam. Bəzən unun markasına asılı olaraq xəmir biraz bərk alınır. Əgər gördünüzsə xəmiriniz bərk alınır, üzərinə süd və ya azca xama əlavə edə bilərsiniz. Xəmiri yaxşıca yoğurub üstünü örtüb gözlədirəm 10-15 dəqiqə xəmir dinləsin. İndi keçək içliyi hazırlamağa. Qızlar, yenə də içlik zövqə görədir. Mən qıyma ilə hazırladım. 2-3 ədəd orta boy soğanı doğrayıram. 2 orta boy kartofu xırda-xırda doğrayıram. Üzərinə duz, istiot, bir də ki mən sarımsaq tozu əlavə etdim. 300 qram da qıyma var idi. Əlimlə yaxşıca qarışdırıram. İçliyimiz hazırdır, amma kartoflu göyərtili də etmək olar. Xəmirdən 2 kündə hazırladım. Kündənin birini açıb içliyi yerləşdirirəm və bu qaydada hər tərəfinə eyni qaydada yerləşdirdim. Üzərinə çərə yağı əlavə edirəm. Digər kündəni də açıb üzərindən yerləşdirəcəm. Çalışın kənarlarını möhkəm bükün ki, bişərkən açılmasın. Mən biraz çalışdım forma verim. Biraz fərqli formada hazırlamaq istədim. Amma ki, həqiqətən qızlar, bu piroq möhtəşəm olur. Bir böyük ailəyə yetəcək bir piroqdur. Və bu cür piroqumu hazırladım. Sobanı öncədən 180 dərəcədə isitmişəm. Bulka, piroq nə bişirirsə bişirin. Mütləq sobanı öncədən isitmək lazımdır ki, bişirdiyiniz təamlar gözəl alınsın. Üzərinə bir yumurtanın sarısı, 1 qaşıq süd, 1 qaşıq da duru yağ əlavə edib qarışdırıb vururam. Duru yağla südü mütləq yumurtaya əlavə edin ki, parıltılı alınsın. Çalışdım ki, biraz da üzərinə bəzəklər verim. Mən çörək otu və küncütlə bəzədim. 180 dərəcədə tam qızarana qədər bişirdim. Dadı möhtəşəm olur. Mütləq hazırlayın. İndi keçək digər piroqumun hazırlanmasına. Bu əslində qızlar börəkdir, piroq deyil. Lavaş və yuxadan hazırlamışam. Bu sos əsasən bu börəyə dad verir. Bir yumurtanın üzərinə yarım stəkan duru yağ, 1 stəkan süd, 2 qaşıq un, 1 çay qaşığı duz əlavə edib yaxşıca qarışdırıram. Duzu istəsəniz yarım çay qaşığı da əlavə edə bilərsiniz. Mən bu günləri yuxadan hazırladım. Eyni bu qaydada lavaşdan da hazırlamaq olur. Hər tərəfinə sousdan əlavə edirəm. İstədiyiniz göyərtiləri doğrayırsınız. Üzərinə pendir, ağ pendir əlavə etdim. Formaya belə yerləşdirirəm. Formanı yaxşıca kərə yağı ilə yağlamışam. Yenə də sobanı öncədən isitmişəm və bu qaydada yerləşdirirəm. Qalan sosu hamısını bu börəyin üzərinə əlavə edirəm. Nə qədər sosu çox olsa, börəyiniz o qədər dadlı olacaq. Və ən sonda da üzərinə yenə də küncüt əlavə etdim. Çörək otu qarışdırdım və 180 dərəcədə üzəri tam qızarana qədər bişirdim. Az ərzaqdan belə dadlı, gözəl təamlar istəyirsinizsə kanalıma mütləq abunə olun. Mən hər zaman çalışıram ki, kanalımda evdə olan ərzaqlardan sadə və dadlı nələrsə hazırlayım. Belə reseptlər səhifəmdə, kanalımda çoxdur. Keçid edib digər videolarımı da izləyə bilərsiniz.